Salam. Sizə ordumuzun zabiti olan Tural Nəqşicahanın xalqımıza yazdığı məktubunu oxuyuram. Əziz analar, dəyərli atalar və mənim canımdan əziz olan xalqım. Mən bugün qarşınızda sadəcə rütbə daşıyan, əmr verən bir zabit kimi yox, hər sabah yüzlərlə ananın bizə əmanət etdiyi balaların taleyinə cavabdeh olan bir komandir kimi, bir ata kimi danışıram. Bu mundiri geyinmək sadəcə bir peşə deyil. Bu mundir hər bir əskərin nəfəsini öz canında hiss etmək, hər birinin dərdini öz içində çəkmək deməkdir. Biz ordumuzu müqəddəs sayırıq. Çünki bu ordu vətənin namusunu, torpağın bütövlüyünü qoruyur. Amma gəlin gizlətməyək. Bugün qəlbimizi göynədən, biz komandirlərin də gecələr gözünə yuxu getməsinə mane olan elə ağrılı mövzular var ki, onlardan danışmağın zamanı çoxdan çatıb. Bəzən bir xəbər yayılır. Filan hərbi hissədə əskər intihar etdi və ya əskər xəstəlikdən dünyasını dəyişdi. O an bütün cəmiyyətin, sosial şəbəkələrin, tanımayan insanların ilk hədəfi kim olur? Komandir. Komandir hara baxırdı? Orduda özbaşınalıqdır. Əskəri sıxışdırıblar, deyə ittihamlar yağır. Amma heç kəs o qapalı qapıların arxasında, o gənc qəlblərin içində hansı fırtınaların qopduğunu